Əsl adı Fərrux Bulsarı olan Freddie Mercury səhnədə sadəcə səsi ilə deyil, enerjisi ilə də tamaşaçının beyin dalğasına daxil olurdu. Onun performansları nat baxımından kollektiv rezonans hadisələridir. Nikola Tesla elmi ideyalarını mistik cazibə ilə təqdim edirdi. Onun şəxsi enerjisi elm və ezoterikanın sərhəddində yeni düşüncə meydanı açmışdı. Bir müəllim dərs zamanı quru məlumatı deyil, öz enerjisini paylaşıb şagirdlərdə öyrənmə həvəsi oyadırsa, bu gündəlik həyatda xarizmanın yaratdığı kiçik, amma dərin dəyişimdir. Xarizmatik insanlar dünyanı yalnız sözlə yox, enerji ilə də dəyişirlər. Onların enerjisi ilham dalğası kimi yayılır. Ancaq xarizma mahiyyətcə neytral enerjidir. Yönü onun sahibinin niyyətindən asılıdır. Eyni enerji həm yaradıcı harmoniyaya, həm də kollektiv manipulyasiyaya çevrilə bilər. Yəni, ilhamlandırma funksiyası nəzarət funksiyasına çevrilir. Bu zaman xarizmatik şəxs öz cazibəsini dominantlıq alətinə çevirir və insanları inandırmaq əvəzinə asılı vəziyyətdə saxlamağa başlayır. Xarizmanın dağıdıcı istiqamətə yönəlməsi əsasən iki daxili mexanizmdən doğur. Bunlardan biri narsizm, digəri nəzarət ehtiyacıdır. Yəni, xarizmanın yaratdığı diqqət axını insanda güc sərxoşluğu yaradır ki, bu da neyroassosiativ asıllıq formasıdır. Məsələn, kütlələr Adolf Hitlerin emosional teatrallığının və xarizmatik mitlərinin təsiri altında rasional dəyərləndirməni itirdilər. Nəticədə isə kollektiv trans və faciə oldu. Xalqlar məbədi dini təriqətinin qurucusu Jim Jones 1978-ci ildə cənnətə getməliyik çağırışı etdi və nəticədə 900 nəfər insan həyatını itirdi. Jimin təsiri o qədər güclü idi ki, insanlar ölməzdən əvvəl öz övladlarını öldürmüşdülər. Bugün bir çox ailələrdə xarizmatik, amma dominant fərdlər digərlərinin sosial sərhədlərini pozur. Ailə üzvlərini emosional itaət vəziyyətinə salırlar. Kütlələr xarizmatik enerjini daxili rezonans kimi hiss etdikləri üçün bu enerjiyə müqavimət göstərmək çətindir. Onlar öz iradələrini liderə, icarəyə verirlər. Xarizmanın güc olması bir faktdır və bu gücü işlədənin niyyətinə uyğun təsir yaradır. Xarizma insanın təbii və ya formalaşdırılmış cazibə enerjisidir. Bu təkcə zahiri görünüş deyil, insanın daxili enerji vəziyyətinin, özünə inamının, emosional ritminin və ya düşüncələrinin birləşmiş təsiridir. Ona görə də Max Weber xarizmanı fövqəlinsan keyfiyyətinə sahib liderin sosial statusu kimi izah edir. Xarizmanın bioloji analoqları digər canlılarda da müşahidə olunur. Məsələn, cənnət quşları gözəl rəqsləri ilə dişiləri cəlb edirlər. Məşhur primatolog Jane Goodall erkək şimpanzelerin sadəcə aqressiya ilə deyil, sakit, inamlı baxışları və sabit davranışları ilə dominantlıq qazandığını müşahidə etmişdi. Kəpənəklərin və kərtənkələlərin bəziləri rəng dəyişimi və hərəkət ritmi ilə diqqət çəkir ki, bu da vizual cazibə mexanizmidir. Yəni, təbiət bütün canlılara xarizma kodunu verib. Fərq ondadır ki, insan bu kodu şuur vasitəsilə idarə edə bilir. Xarizma özünə inamın inkişafı ilə başlayır, fərdi dəyərlərin və məqsədin aydınlaşması ilə güclənir. Ahəng və ünsiyyət bacarıqları ilə emosional təsir yaradır. İnsanın dediyi ilə hiss etdiyi, düşündüyü və etdiyi şeylər bir-birinə uyğun gələndə o bütövlük enerjisi yayır və bu bütövlük cazibənin əsas şərtidir. Xarizmatik insanın dalğası digərlərinin qavrayışını dəyişir. İnsanlar onun hərəkətlərini daha pozitiv qiymətləndirirlər. Əgər xarizmanın sadəcə cazibə yox, şuurlu təsir olduğunu dərk edirsənsə və bu enerjini idarə etməyi öyrənmək istəyirsənsə, 16 fevralda başlayacaq Şuuraltı Açarlar adlı nat dəyişim kampaniyası sənin üçündür. Xarizma sənin nə dediyin deyil, necə hiss etdirdiyindir. İnsanların sənə inanması üçün əvvəlcə sənin öz enerjinə inanmağın lazımdır. Fikirlərin çox dəyərlidir.